Salam. Cənubi Qafqazda sülh prosesi ilə bağlı kritik mərhələyə daxil olunduğu bir vaxtda İrəvandan gələn yeni açıqlama diqqət mərkəzinə düşüb. Ermənistan konstitusiyasının dəyişdirilməsi prosesi hansı mərhələdədir? Bu gün məhz Ermənistanın yeni konstitusiya layihəsinin pərdəarxası məqamlarını rəsmi bəyanatlarla real siyasi nəticələr arasındakı fərqləri təhlil edəcəyik. Ermənistan Ədliyyə Naziri Sırboyu Qalyan bildirib ki, yeni konstitusiya layihəsi üzərində işlər plan üzrə davam edir və mart ayında sənədin tam mətni ictimaiyyətə təqdim olunacaq. Nazir vurğulayıb ki, hökumət müəyyən edilmiş vaxt çərçivəsindən kənara çıxmaq niyyətində deyil. Bu açıqlama əslində İrəvanın konstitusion islahatlar məsələsində geri addım atmadığını göstərir. Lakin söhbət təkcə daxili hüquqi dəyişikliklərdən getmir. Ermənistan konstitusiyasının yenilənməsi məsələsi birbaşa regional təhlükəsizlik və Azərbaycanla sülh prosesi ilə bağlıdır. Mövcud konstitusiyanın preambulasında 1991-ci il müstəqillik bəyannaməsinə istinad edilməsi Bakı üçün əsas problemlərdən biri olaraq qalır. Həmin bəyannamədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla dırnaqarası birləşməsi haqqında parlament qərarına yer verilib. Bu isə faktiki olaraq Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hüquqi əsas kimi saxlanılması anlamına gəlir. Rəsmi Bakı illərdir bu normanın çıxarılmasını yekun sülh sazişi üçün dəyişməz şərt kimi irəli sürür. Baş nazir Nikol Paşinyan hələ 2025-ci ilin avqustunda açıq şəkildə bəyan etmişdi ki, yeni konstitusiyada müstəqillik bəyannaməsinə heç bir istinad olunmayacaq. Paşinyanın sözlərinə görə Ermənistan əsas qanunu gələcəkdə ərazi iddiaları kimi yozula biləcək ifadələrdən tam təmizlənməlidir. Bu mövqe əslində İrəvanın beynəlxalq reallıqları qəbul etməyə başladığını göstərən mühüm siyasi siqnaldır. Bununla belə Paşinyan konstitusiyanın dəyişdirilməsinin Azərbaycanın tələbi ilə əlaqəli olmadığını iddia edir və xatırladır ki, Ermənistan Konstitusiya Məhkəməsi müstəqillik bəyannaməsinin birbaşa hüquqi qüvvəsinin olmadığını bəyan edib. Ancaq bu arqument daha çox daxili auditoriyaya hesablanıb. Azərbaycan üçün əsas məsələ hüquqi texnikadan çox siyasi iradənin açıq şəkildə nümayiş etdirilməsidir. Bu baxımdan yeni konstitusiya layihəsində problemli müddəanın olmaması İrəvanın sülhə real hazır olduğunun praktik sübutu ola bilər. Digər tərəfdən proses sürətli deyil. Konstitusiya dəyişikliklər yalnız referendum yolu ilə mümkündür. İlkin ehtimallara görə referendum ya payızda ya da gələn ilin əvvəlində keçirilə bilər. Bu isə o deməkdir ki, Ermənistan üçün konstitusiya islahatı təkcə hüquqi prosedur deyil, eyni zamanda daxili siyasi risklər və regional məsuliyyətlərlə müşahidə olunan həssas mərhələdir. Beləliklə, Ermənistanın yeni konstitusiya layihəsi təkcə hüquqi sənəd deyil, Cənubi Qafqazda sülhün taleyini müəyyən edə biləcək siyasi testdir. İrəvan mart ayında təqdim edəcəyi mətnlə ya Bakı ilə etimad mühitini gücləndirəcək, ya da prosesi uzadan növbəti mübahisə mövzusu yaradacaq. Hadisələrin arxasında baş verənləri izləməyə davam edəcəyik. Kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Sağ olun, gələn görüşlərədək.